Hansı hüquqla bu qardaşımızın belə deyək də həyat yoldaşını oradan çıxartmaqla bağlı iddiası təmin olunub. Sadəcə mən məhtəl qalıram. Mən elə bayaq bir sənə oxudum, şoka düşdüm. Deməli, özü 2005-də rəsmi nikaha daxil olub. 2004-də anacısı rəhmətə gedib və 2001-dən hesablayıb veriblər. Hə, hələ o da qalıb. Arxa-arxaya gedib. Azərbaycan qanunvericiliyində səhv dünyada da belə, ümumiyyətlə biz Alman qanunu. Məntiqlə də, məntiq heç Alman, Yəni iki dəfə bir iddiaya baxıla bilməz. O bir dəfə iddia verib həmin bu qadın. 2024-də iddiası rədd olunur. Özü neft şirkətin ərazisi, qardaş, torpağın çıxarışı yoxdur. Onu deyirəm də, heç kimsən. Torpağın çıxarışı yoxdur. 2025-ci ildə təzdən iddia verib, bu dəfə bunu qəbul edib. Belə şey olar. Xanım, siz, Ayləyli xanım, siz evə sənədcə də almışsınız ümumiyyətlə öz adınıza. Leyli xanım. Evə sənəd almışsınız, evə. Nə? Evə sənəd almışsınız, sənəd. Yox, evin sənədi yoxdur. Bəs nətər məhkəməyə gedir bu iş? Və sənədi yoxdursa, hakim nəyə əsasən indi məhkəmə gedəndə ağzından çıxan sözlər var da, müzakirə vaxtı. Nəyə əsasən dedilər ki, siz o qızı evdən çıxarda bilərsiniz?